Və hakimin son yoxlanışlarıyla oyun başlayır. Və Azərbaycan derbisində görək, ya Elman Sultanovun komandası qələbə qazanacaq, ya da Fərid Namazovun komandası qələbə qazanacaq. Hakimin son yoxlanışları başlayır. Oyun başladı. Və artıq İmişli azarkeşləri qızışıb. Allah pas verir. Və İmişli azarkeşləri, İmişli sədaları gəlir İmişli şəhər stadionunda. Darıqsı Mingəçevir şəhər stadionunda oyuna qədər sürətli gedir ki, arada bir mən də çaşmalı oluram. Pressing. Yerde qalan oyuncu var. İmişli komandasından Mingəçevir göy rəngindədir, İmişli isə ağ rəngindədir. Bu maraqlı qarşılaşmanın Futbol Saatı və Futbol Nəbzinin rəsmi YouTube kanalı ilə birbaşa canlı yayımlanır. Və top meydandan çıxdı, korner olacaq deyəsən. Və deyəsən İmişli komandamız korner vuracaq. Və görək, görüşün artıq birinci dəqiqəsi gedir, ikinci dəqiqəsi gedir və yerdə qalan oyuncu var. Daha doğrusu ikinci dəqiqə başlayacaq. Qapıdan zərbə ilə Mingəçevirin qapıçısı topu oyuna daxil edəcək. Allah. Qapıdan zərbə. Görüşdə artıq ikinci dəqiqə gedir. Allah pas. İmişli azarkeşləri qızışıb. Və yenə də qayda pozuldu. Bu səfər sarı vərək verəcək hakim. İmişliyin oyunçusuna yoxsa necə? Amma xəbərdarlıq olunur İmişliyin oyunçusuna. Görüşdə artıq 3-cü dəqiqə gedir. Mingəçevir İmişli oyununda. Bizim təşkilatı dəstəyimiz Futbol Arenası səhifəsidir. Ona da həm az adımdan, həm də Futbol Saatı adından təşəkkürümü bildirirəm. Keçən tur Elman Sultanovun komandası Bakı Sporting'e məğlub olmuşdu. 2-1. İmişlimiz isə Fərid Namazovun yetirmələri Qaradağlıq Batanı 2-1 məğlub eləmişdilər. Artıq görüşdə 3-cü dəqiqə yekunlaşır. Allah pas. Qayda pozulub. Və yerdə qalan oyuncu var. Ayağa dura biləcəkmi Mingəçevirin oyuncusu? Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Deyəsən həkimlər yenə də meydana dəvət olundu, çünki oyuncu hələ də ayağa dura bilməyib.
Görək vəziyyəti necədir? Artıq görüşdə 4-cü dəqiqə gedir. Mingəçevir İmişli oyununda. Qapıdan zərbə. Və Mingəçevir şəhər stadionuna müəyyən qədər həm Mingəçevirli azarkeşlər, həm də İmişli komandasının azarkeşləri də Mingəçevirə gəliblər. Pressing. Və ala pas. Solçuna açılır. Və yerdə qalan oyuncu var. İmişlimizdən. Və Fərid Namazovun komandası cərbə zərbəsi vuracaq və topla qapının məsafəsi həqiqətən müəyyən qədər uzaqdır. Top meydandan çıxdı, deyəsən qapıdan zərbə olacaq. Mingəçevir qapıdan zərbəni vuracaq. Golkiperi Mingəçevirin qapıçısı. Belə xəbərlər gəzir ki, əziz tamaşaçılar, aldığımız məlumata görə ki, Sokarın sabiq əməkdaşı Adnan Əhmədzadə Mingəçevir komandasına sahib olmaq istəyir. Bununla bağlı xəbərlər gəzir mediada. Azarkeşlər qızışıb. Və Mingəçevir azarkeşlər artıq qızışıblar. Həm də səsləri gəlir artıq. O nə qədər sürətli gedir ki, mən arada bir saçma, yəni büdrəməyə məcbur oluram. Ona görə izləyicilərimizdən üzr istəyirəm. Əla pas. Topu ələ keçirir Mingəçevir oyuncuları. Əla pasını verir. Görüşdə artıq 7-ci dəqiqə gedir. Artıq oyunun 2-də 1 hissəsi geridə qalıb. Azərbaycan derbisində Mingəçevir İmişli oyununda hansı komanda qələbə qazanacaq? Və pressing İmişlidən 8-ci dəqiqə gedir artıq görüşdə. Mingəçevir bunun qabağını kəsdi və qapıçısı ilə oynadı. Görüşdə artıq 8-ci dəqiqə gedir. Mingəçevir sədaları gəlir artıq Mingəçevir şəhər stadionunda. Azərbaycan derbisində görək hansı komanda qələbə qazanacaq. La pas. Pressing. Solcuna açılır. Ve Mingəçevirin oyuncusu yerində var. Topu ələ keçirir. İmişli sədaları da əksi olmur Mingəçevir şəhər stadionundan. Azarkeşlər qızışıb. Gözəl İmişlimizin azarkeşləri. Görək, Fərid Namazovun yetirmələri ikinci qələbəyə doğru addımlaya biləcəkmi?
Əziz tamaşaçılar, biz yenə iş başında olacağıq. Yəni bu həftə həm birinci liqa bitir, həm də ikinci liqa bitdi. Gələn həftə isə ikinci liqada Şimal Hypes Kuba və Şəmkir Lerik oyunları bizim kanalımız vasitəsilə canlı yayımlanacaq. Bizim kanalımız vasitəsilə canlı yayımlanacaq. Yəni kanalımıza da abunə olmağı unutmayın. Allah pas. Görüşdə artıq 10-cu dəqiqə gedir və top meydandan çıxdı. Out Elman Soltanovun komandası üçün. Mingəçevir üçün. Görüşdə artıq 2-də 1 hissə asta geridə qalmaq üzrədir. Biraz yayımımız donur, o da olan problemlərdir. Yəni müəyyən qədər Mingəçevirdə internet zəifdir deyə məcbur yəni canlı yayımı belə edirik. Və amma oyun tempo ilə də aşağı düşməyib. İrəlilədi İmişliyin oyuncusu. 11-ci dəqiqə gedir görüşdə. Artıq görüşdə 11-ci dəqiqə gedir və qapıdan zərbə. Və pressing. Azarkeşlər qızışıb, amma sükut çöküb. Hələ bir Mingəçevir şəhəri stadionuna. Allah pas və yıxıldı, amma ayağa durdu, zədələnmədi oyuncumuz. Və qapçı yerindədir. Mingəçevirin qapçısı. İndi özü pressing edir. Mingəçevir bu hücumun qabağını kəsir. İmişli azarkeşləri bir daha sədaları səsləndirir Mingəçevir şəhəri stadionunda. Azərbaycan çempionatının, Azərbaycan 1-ci liqasının Azərbaycan derbisi gedir. Gözəl Mingəçevirimiz İmişliyə qarşı oynuyor və İmişli də iddialı başlayıb 1-ci liqaya. Mən təşəkkürümü out İmişli üçün. Mən təşəkkürümü eləmək istəyirəm, çünki biz artıq bir ildir ki, yəni 1 il 6 aydır ki, Peşəkar Futbol Liqası ilə Elxan Səmədovun həm özü ilə və komandası ilə əməkdaşlıq edirik. Həqiqətən Elxan müəllim, sizə təşəkkürümü bildirirəm ki, bu cür maraqlı oyunları bizə də verirsiniz. Düzdür, müəyyən qədər oyunları da verirsiniz bəzi şəxslərə, amma nə yaxşı ki, yəni mən də sizin bir Peşəkar Futbol Liqasının üzvü olduğumdan maraqlı oyunları mənə də verirsiniz. Bir daha təşəkkürümü bildirirəm. İmişli korner vuracaq. Görüşün 13-cü dəqiqəsində. Allah pas Mingəçevirdən. Və Mingəçevir deyəsən qayda pozulub, yerdə qalan oyuncu var. Və deyəsən sarı vərək veriləcək. Bəli, sarı vərəyə. Oy. İmişliyin oyuncusuna sarı vərək verildi. Görüşün 14-cü dəqiqəsində. Mingəçevirin həkimlər korpusu yenidən meydana dəvət olunur. Görüşün artıq 14-cü dəqiqəsi gedir.
və mən yenə də baş məşqçiləri təqdim edeyim, ola bilsin ki bizə yeni qoşulan izləyicilərimiz olsun. Yəni ki ilk öncə meydan sahiblərinin baş məşqçisi Mingəçevirin sabiq baş məşqçisi, əvvəllər Mingəçevir komandasında çalışmış və işləmiş və sonra da yenidən bu komandaya qayıtmış Elman Soltanov. İmişlimizin baş məşqçisi isə əvvəllər Qarabağın U19 komandasının baş məşqçisi və Qarabağ 2-nin baş məşqçisi, sabiq baş məşqçisi Fərid Namazov. Fərid Namazov bu mövsümdən etibarən İmişli komandamızın yəni baş məşqçi postunda, baş məşqçi kimi komandamızı oyunlara çıxardır. Onun rəhbərliyi altında komandamız gözəl oyunlar keçirdir. İndi pressing 16-cı dəqiqə başlayıb görüşdə. Nəm İmişli indi əks hücuma başlayır və top meydandan çıxdı. Auto hakim bildirdi ki təzdən vurmalıdır. Çünki mənim fitimdən qabaq vurdu deyə ona görə hakim bildirdi. Mənim fitim səslənəndən sonra out vurulmalıdır. İndi İmişli komandası yenidən pressing edir. Görüşün artıq 16-cı dəqiqəsi yekunlaşır. Mingəçevirdən əks hücum gedir və növbəti sarı vərək ola bilər. Növbəti sarı vərək ola bilər, amma bu səfər hakim güzəşdə gedir. Və artıq oyunun 14-cü dəqiqəsində, 13-cü dəqiqəsində sarı vərək verib İmişli'nin oyuncularına. Mingəçevir isə Elman Soltanov'un komandası cərimə zərbəsi vuracaq. Görüşün artıq 17-ci dəqiqəsi gedir. Hələ ki oyunda hesab açılmayıb Mingəçevir şəhər stadionunda. Gözəl Mingəçevirimizdə hələ ki hesab açılmıyor. Azərbaycan derbisi gedir. Və bravo! Görüşün artıq 18-ci dəqiqəsi başlayır. Və Mingəçevirin qapıcısı bu hücumun qabağını aldı. Və görüşün artıq 18-ci dəqiqəsi gedir. Və görək bu oyunda İmişlimiz ikinci qələbəyə doğru gedə biləcəkmi? Oyun qaldığı yerdən davam edir. Və pressing. Artıq 19-cu dəqiqə başlayıb görüşdə. Mingəçevirin əks hücuma başlayır. Demin demişdi. Sürətli əks hücuma çıxır. Əla pasını verir. Və top meydandan çıxır. Out İmişli'nin.
Azarkeşler imişli gol vur, rəqibi sustur deyirlər. Gözəl imişlimiz bugün qələbə qazanacaq oyunun sonunda. Və görüşün artıq 20-ci dəqiqəsi gedir. Artıq oyunun 2-də 1 hissəsinə daxil olduq. Mişli indi paslaşır. Dala yani. Elmas Sultanovu görürsüz. Darıqçı Fərid Namazovu görürsüz orada. Mişlinin baş məşqçisi Fərid Namazov U19 komandasında işləyib və Qarabağ 2-nin əvəz edici komandasında çalışıb. Yəni Qarabağ komandasının B komandasında işləyib, yəni Qarabağ 2. Ya top meydandan çıxdı deyəsən. Qapıdan zərbə yenə olacaq. Görüşün artıq 21-ci dəqiqəsi gedir. Artıq asta oyunun sonlarına doğru gedirik. Zarafat. Hələ də görüşdə hesab açılmıyor. Ya pressing Mişli'den. Ya qapçı yerində. Mingəçevirin qapçısı. Görüşdə artıq 22-ci dəqiqə başlayır. Qapıdan zərbə ilə Mingəçevirin golkiperi top oyuna daxil edəcək. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Ya pressing. Və heç nə alınmadı Mişlidə və Mingəçevir bu hücumun qabağını bağlaya bildi. İndi Mingəçevir pressing edir. Fərid Namazovu görürsüz. Azarkeşlər qızışıb həqiqətən. Oy Mişlinin azarkeşləridir. Ya pas. Görüşdə artıq 23-cü dəqiqə gedir. Azərbaycan derbisində hələ ki hesab açılmıyor. Yerdə qalan oyuncu var. Həkimlər artıq yenə də meydana daxil olur. Deyəsən başından zədə aldı. Artıq görüşdə 23-cü dəqiqə başa çatmaq üzrədir. Baş məşqçiləri bu fasilədən istifadə edib yenə də sizə təqdim eləyim, ola bilsin bizim kanalımıza yeni qoşulanlar ola bilər. Deməli, meydan sahiblərinin baş məşqçisi əvvəllər Mingəçevir komandasında işləmiş, Mingəçevirin sabiq baş məşqçisi Elman Sultanov. İmişlinin baş məşqçisi isə Fərid Namazov. Yəni bir məsələyə aydınlıq gətirin. Bu yəni Bakı Sporting'in baş məşqçisi Elman Sultanov deyil ha. Elman Sultanov soyadında daha bir baş məşqçi var. Bu səfər Mingəçevirdə işləyir.
Və oyunçunun görək vəziyyəti necədir görüşdə artıq 24-cü dəqiqədə yekunlaşır Azərbaycan derbisində. Mingəçevir də Premyer Liqaya yüksəlmək istəyir. Görək onların bu arzusu inşallah həyata keçər. Həm Mingəçevir, həm Ümüşlü, həm Karvan, həm Qəbələ bu komandalarda yəni Premyer Liqaya yüksələrlər. Və qapdan zərbə ilə top oyuna daxil edilir. Oyuncu ayağa durdu, vəziyyəti yaxşıdır. Oyunun artıq 2-1 hissəsi geridə qalıb. Azərbaycan derbisində hələ ki hesab açılmıyor. Və oyunun artıq 25-ci dəqiqəsi yekunlaşır və Mingəçevir pressingə atır. Məcbur şəkildə və qaydı yenə də pozulub. Ağla pas. Solcuna açılır. Asta-asta oyunun 2-1 hissənin sonuna gəlirik. Amma hələ də Mingəçevir şəhər stadionunda hesab açılmayıb. Yəni oyundan kənar vəziyyət. Oyundan kənar vəziyyət qeydə alındı. Və oyundan hakimin fiti səsləndi və qol qeydə alınmayacaq. Dəyişiklik olacaq Mingəçevirin heyətində. Oyuncu dəyişikliyi 24 nömrəli oyuncu Xəyal Xudavərdiyev, 18 nömrəli oyuncu Elvin Əliyev əvəzləyir. Və dəyişikliyi də eşitdiniz. Əla pas Mingəçevirdən gəlir. Bravo! Oynayın! Mingəçevir! Azərbaycan derbisində hələ ki hesab açılmır. İndi İmişli pressing edir son dəqiqələrdə. Birinci hissən sonuna da az qalıb. Görüşün artıq 28-ci dəqiqəsi başlayır. İndi Mingəçevir pressingə əl atır. İmişli hələ ki Mingəçevirin bu hücumlarına cavab verməyib. Elmas Sultanovu gördünüz. Yalla pas. Azarkeşlər İmişlini dəstəkləyirlər. İmişlimizi. Və korner olacaq deyəsən. Və korner vuracaq. Deyəsən bu futbolçunu çıxardırlar. Çünki zədələnib oyuncu, zədələndi bayaq. Və gördünüz. Və İmişli hesabı aça biləcəyimiz son dəqiqələrdə. Artıq 30-cu dəqiqəyə daxil olacaq.
Və qapısı yerində Mingəçevirin qapısı. Mingəçevir sədaları gəlir. Əla pas. Pressing. Walk. Mingəçevirin də pressing eləyəcək. Əla bir pressing gəlir meydan sahiblərindən. Hələ ki görüş davam edir artıq 30-cu dəqiqədə yekunlaşır. Artıq 31-ci dəqiqə başlayır görüşdə. Və qapıcı yerindədir. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki Şimal Hyperscuba və Şəmkir lirik oyunlarını bizim YouTube kanalımız vasitəsilə izləmək şansınız olsun. Artıq görüşdə 32-ci dəqiqə başlayır. Azərbaycan çempionatında, Azərbaycan derbisində hələ ki hesab açılmayıb. Görüşün artıq 32-ci dəqiqəsi gedir. Və top meydandan çıxır. Artıq qapıdan zərbə ilə oyun davam edir. İmişli sədaları gəlir Mingəçevir şəhər stadionunda. Görək Azərbaycan derbisində fasiləyə kimi hansı komanda hesabı aça bilər? Və qayda poz olmayıb, top İmişlimizdə qalır. Görüşdə artıq 33-cü dəqiqədə yekunlaşır. Pressing. Əla pas. Görüşün artıq 34-cü dəqiqəsi gedir və qayda pozulub. Baş məşqçilər yenə də təqdim edeyim. Sərbəst atışla oyun davam edir. Deməli, Mingəçevir komandasının baş məşqçisi Elman Soltanov. İmişlinin baş məşqçisi isə Fərid Namazov. Və qapıcı yerindədir. Yəni bu
Bakı Sporting'də işləyən Elman Sultanov deyil ha. Yəni Mingəçevirin əvvəllər sabiq baş məşqçisi olmuş Elman Sultanovdur. Elman Sultanovda 2 dənə baş məşqçi var. Bu yəni Bakı Sporting'də işləyən baş məşqçi deyil. Yəni bunu dedim ki, yəni buna aydınlıq gətirdim ki, tamaşaçılar səhv başa düşməsin. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Qapçı yerində Mingəçevirdə. Görüşün artıq 35-ci dəqiqəsi başlayıb. Azaymışlı azarkeşləri bir daha eləyir. Bir daha sədaları gəlir. Və pressing və qayda pozulub. Görüşün 36-cı dəqiqəsi gedir. Yerdə qalan deyirsən Mingəçevirin oyunçusu ilə ayağa durdu. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Bizim təşkilatı dəstəyimiz Futbol Arenası səhifəsidir. Ona da həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm ki, 2021-ci ildən etibarən düz indiyə kimi bizimlə əməkdaşlıq edirlər. Və Mingəçevir cəlmə zərbəsi vurdu, amma yəni sərbəst atış yox, cəlmə zərbəsi vurdu, bəli, amma top qapıçının üstünə getdi. 37-ci dəqiqə gedir. Mingəçevir imişli oyununda. Əla pas. Out. Mingəçevirin də. Out. Mingəçevirin deyənə. Pablo Enrique de oradadır. İmişliğin oyuncusu. Və vaxtımız gətirdi buradan. İndi Mingəçevirin əks hücumu başlayır. Qapçı yerində. Qapçı yerində deyil, hücum davam edir əslində. Və qapçı yenə də yerindədir və top meydandan çıxır və korner olacaq deyəsən. Yox, korner deyil, qapıdan zərbə. Görüş hələ də davam edir. Amma hələ də 0-0-la davam edir oyun. Azərbaycan derbisi. Allah pas. Və top meydandan çıxdı. Out deyəsən Mingəçevirin deyənə. Allah pas.
Pressing Gümüşlü'den. Paslaşırlar oyuncular hələ də. Top meydandan çıxdı deyəsən yerdə qalan oyuncu var və sonra var Mingəçevirin oyuncusuna. Yaxı deyəsən İmişliyin oyuncusuna qarşı kobud hərəkət eləmişdi ona görə. Meydan sahiblərinin oyuncusu da sarı bərək aldı və oyunda birinci hissədə 2 sarı bərək var. Azarkeşlər yenidən qızışıb qapıdan zərbə ilə oyun davam edir. Və İmişliyin də qapısı yerindədir. İndi İmişliyin əksizimi başlayır. Yasan qayda pozulub. Allah pas. Və cərimə zərbəsi deyəsən vuracaq İmişlimiz. Topu Mingəçevirin oyuncuları topu İmişliyə qaytardılar. Aladır əmlik İmişlidən və top meydandan çıxır və out İmişlinin. İmişli out vuracaq. Mikrofon arxasında da mənəm Dəmirov Hüseyn Ağa. YouTube kanalımıza da abunə olmağı unutmayın. Və artıq görüşdə 42-ci dəqiqə başlayır. Azarkeşlər də bir balaca qızışırlar. Oyun 3 dəqiqədən sonra birinci hissə yekunlaşacaq. Hələ ki heç bir komanda fərqlənməyə nail olmuyor. Mingəçevir korner vuracaq. Korneri vurdu. Dirək hücuma çıxmağa çalışırdı. İndi İmişliyin bu hücumunu kəsdi. Allah pas. Artıq 43-cü dəqiqə gedir. Mingəçevirdən ağla bir pas gəlir. Və qapıcı yerindədir. Qapıcı yerindədir. Azarkeşlər şəhidlər ölməz, vətən bölünməz deyirlər. Şəhidlərimizi də yad edirlər. Həm İmişlinin azarkeşləri, həm də Mingəçevir azarkeşləri. Görüşdə artıq 44-cü dəqiqə başlayır. Son dəqiqələrdir oyunda. Dünən Mingəçevir şəhər stadionuna gəldi. Əslində Mingəçevir şəhərinə gəldik, amma bugün də stadiona gəldik. Dünən yola düşdük. Çəkiliş heyətimizlə. Və cərimə zərbəsi vuracaq Elman Sultanovun komandası.
Ve görək bu cəlmə zərbəsindən hesabı açabiləcəkmi? Ya Mingəçevir ya Ümüşlü. Və Ümüşlü'nün qapısı yenə də yerindədir. Görüşə görə nə qədər əlavə olunacaq? Oyunun ilk hissəsinə 1 dəqiqə əlavə olundu. Birinci hissə 1 dəqiqə əlavə olundu. Hakim 1 dəqiqə əlavə edib. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Və topu uzaqlaşdırır Mingəçevirin oyuncuları. Out İmişlinindir. Və uzaqlaşdırır. Və top meydandan çıxır, yenidən out. Son dəqiqələrdir birinci hissə üçün. Və deyəsən Mingəçevir hesabı aça bilər və korner qazanır. Son dəqiqələrdə. Və İmişlinin azarkeşləri futbolçunu da dəstəkləyirlər. Və dava düşür deyəsən qapı arasında. Görək nə olub orada. Və hakim onları sakinləşdirir. Hələ ki yekunlaşmıyor. Oyun bitti. İkinci hissədə görüşərik.